Yallah. Salam aleykum. Vahid Əmlak səhifəsinə xoş gəlmişsiniz. Videonu keçməzdən öncə bu videoda sonadan baxın. Real özü üçün ev axtaranlar, real özü üçün tikilmə ev axtaranlar, keyfiyyətli ev axtaranlar bu videoya sonadan baxsınlar. Ki kanalımıza da abunə olun ki bu cür evlərdən yararlanasınız. Hal-hazırda evin zirzəmisindəyəm və evin zirzəmisinin ev sahibi bu cür gözəllikdə düzəldib. Zirzəmidə kombi, ataplenisi də var, qazı da var və hər bir şərait gördüyünüz kimi göz qabağındadır. Gəlin bura. Dəyərli izləyicilər, belə də həyət üçün xudmani. Gəl bura qardaşım. Dəyərli izləyicilər, evin altında görürsünüz boy səviyyəsində rahat dayanmaq olur. Digər evin otaqlarının altında da daxil olmaq olur. İndi dəyərli izləyicilər, sizə keçib evin için göstərəcəm və əvvəlcədən deyim ki, bütün kommunallar var, mərkəzi kanalizasiya sistemi var, hər bir şey mövcuddur. Qazı, suyu, işığı, bütün şotiklər çıxarış kənd təsərrüfatı təyinatlıdır. Çıxarış kənd təsərrüfatı təyinatlıdır. Düz 2 nömrəli məktəbin yanıdır. Yəni buradan 2 nömrəli məktəb çox sərbəst şəkildə görsənir. Evimizdəki ya haradasa bir 10 daş kürsüdür ki, mən rahat dayanıram. İndi keçirik evin içinə. Əlavə nə suallarınız varsa səhifədə nömrə var, yığarsınız. Deməli, dəyərli izləyicilər, hal-hazırda evimizin koridor hissəsindəyik. Evimizin 1 manat belə olsa, təmirə ehtiyacı yoxdur. Yəni bu ev tam full vəziyyətdədir. Dəyərli izləyicilər, bax evimizə girən kimi, bax qapının altına kimi göstərəm, havalandırma yeri qoyulub. Bax, buradan içəri daxil olduq. Bax, bu hissəsi gördüyünüz kimi paltar yan qoymaq üçün yeridir. Burada sanitar qovşağımızdır. Və daxil olaraq dəyərli izləyicilər. Bax, burada da çox adamlar deyir ki, koridorda paltar filan şkafı qoymaq üçün yeridir. Bax, görürsünüz, bunun üçün də yer düşündü. Və buradan daha birinci daxil olaraq dəyərli izləyicilər. Evimizin zalına, ay maşallah. Bir də zəhmət olmasın, zalı ümumi olaraq çəkək bilən müştərilərə göstərək. Dəyərli izləyicilər, gördüyünüz kimi ev remonta ehtiyacı yoxdur. Yəni bu evi gəlsəz almağa, bu evin 1 manat olsa remonta ehtiyacı yoxdur, dəyərli izləyicilər. Gördüyünüz kimi, bax, bura evimizin mətbəx hissəsidir. Bax, tam gözəl bir şəkildə ev sahibi özü üçün, yəni deyir, tam keyfiyyətli əşyalar, materiallardan istifadə olunub. Bax, görürsünüz, burada divan da qoyulub, ataplen sistemi, stol, yenə də mətbəxin genişliyi öz əksini tapır. Keçək buradan, bax, böyük bir dənə də spalnisi buradadır, dəyərli izləyicilər. Çox geniş daxil, çox da böyükdür, dəyərli izləyicilər. Çox geniş, çox böyükdür otaqları, yəni detisk otaq yoxdur burada. 2 nömrəli məktəbin, yenə təkrar deyirəm, 2 nömrəli məktəbin tam yanı. Evimiz demək olar ki, həqiqətən hər bir insanın zövqünə uyğun. Qiyməti də neçədir? 80.000 manat ev sahibidir ki, stat qiymətidir. Ümumi olaraq da evdə haradasa 2 sotun içində gəlir, düşürdə 2 sotun. Fikri ciddi real alıcılar olsa inşallah. Səhifəmizdə nömrəmiz var. Əlaqə saxlayın. Buyurun gəlin. Söndürü.